Şagirdlər, ümumi sınaq imtahanı 2-nin tarix suallarının izahını və doğru cavablarını göstərməyə çalışacaq. 76-cı sualdan başlayaq. Cədvələ əsasən doğru cavabı müəyyən edin. Deməli, Azərbaycan Xalq Cümhuriyyətinə aid sualdır və 1918-ci ildə daxili siyasəti, deməli, 1918-ci ildə daxili siyasətinə aid hadisəni tapmalıyıq. 1920-ci ildə də xarici siyasətinə aid hadisəni tapmalıyıq. Deməli, 18-ci il daxili siyasətə uyğundur parlamentin fəaliyyətə başlaması və dövlət bayrağının qəbul edilməsi. BD, 1BD, deməli, Bakı Dövlət Universitetinin açılması bilirsiniz ki, 1919-cu ildir. Yəni, C ilə olanları həmən elə silirik. İki variant arasında qalırıq onsuz da. 1BD, 2A, 1A2D. Amma burada nədir? 1920-ci ildə xarici siyasət istəyir. Burada, deməli, Osmanlı ilə saziş imzalanması verilib bu 18-ci il olduğuna görə bunu çıxırıq. Nə qalır? Rusiya ilə hərbi toqquşmanın baş verməsi. 2A, yəni ki, bilirsiniz ki, bəli, yalama döyüşü nəzərdə tutur 1920-ci ildə. Ona görə cavab, doğru cavab C-dir. Davam edirik. 77 sayılı sual. Elxanlılar Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin müqayisəsi Venn diaqramında 13-14-cü əsrlərdə kənd təsərrüfatının yaxşılaşdırılması üçün islahatlar aparılması bilirsiniz ki, Elxanlı dövlətinə aiddir. Yəni, burada deməli, 1 olur A. Şirvanşahlarla eyni dövrdə mövcud olması hər üçünə aiddir. 4-ə gedir. Səfəvi Şeyxi İsmailin hakimiyyətinə gəlməsinin qarşısını almağa çalışması. Bu bilirsiniz ki, Ağqoyunlar bunu Şeyx İsmail ilə mübarizə aparıb. Ağqoyunlar və Şirvanşahlar dövlətimiz. Ona görə bu da gedir 2-yə. Qaldı Qaraqoyunları tapmaq. Deməli, 15-ci əsrdə süquta uğraması bu da Qaraqoyunlara aiddir. 3-ə gedir. Qıpçaq mənşəli dövlətimiz də bilirsiniz ki, Eldənizlər nəzərdə tutulur. Ona görə bu da heç birinə aid deyil. Çıxırıq bunu. Ümumiyyətlə, Y-ni çıxsanız, görürsünüz, Y-ni çıxsanız, burada Y cavabını çıxsanız, bütün variantlarda Y var. Bir dənə C-dən başqa. 1A, 2C, 3D, 4B. C cavabı doğru cavabdır. Davam edirik. 78 sayılı sual. Həzəslanov fəaliyyəti ilə bağlı verilmiş sxema uyğun cavabı müəyyən edin. İkinci Dünya müharibəsi illərində bilirsiniz ki, o neyləmişdi? Xüsusi bir taktika irəli sürmüşdü. Və o taktika nə deyirdi ona? Aslanov nalı ilə burada da yazılıb. Mahiyyəti nədir? Düşməni irəliyə doğru çəkən sürətli manevrlər edərək düşmənin cinahlardan zərbə endirmək. Doğru cavab D-dir. Davam edirik. 79-cu sual. Deməli, Rusiya ilə Qacarlar arasında ikinci müharibənin səbəblərinə daxildir. Söhbət burada 1826-28-ci il müharibəsindən gedir. Başlama səbəbi soruşulur. Burada bilirsiniz ki, Qacarlar tərəfinin və həm də Rusiya tərəfinin məqsədləri var idi. Deməli, Qacarlar dövlətinin Azərbaycan torpaqlarını işğaldan azad etmək istəməsi doğrudur. Çünki 1-ci Rus-Qacar müharibəsində Ruslar xeyli ərazilər ələ keçirmişdi ki, Qacarlar bundan razılaşa bilmirdi. Və ikinci səbəb Rusiyanın Cənubi Qafqazın işğalını tamamlamaq istəməsi. Ona görə də burada cavab yuxarı və aşağı baxan üç bucaqlardır. Doğru cavab C. Davam edirik. Osmanlı dövlətindən fərqli olaraq Qacarlar dövləti Azərbaycan türkləri tərəfindən qurulmuş dövlət idi, bəli. Çünki Osmanlı dövləti Kiçik Asiyada yaşayan türklər tərəfindən və yaxud Anadoluda yaşayan türklər tərəfindən qurulub. Amma kitabımızda da qeyd olunduğu kimi Qacarlar dövləti Azərbaycan türkləri tərəfindən qurulmuş bir dövlətdir. Ona görə fərq budur. Digər fərqlər artıq, digərlər cavablar fərq deyil, artıq oxşarlıqdır. 81 sayılı sual, boşluqların yerini doldurmaq lazımdır. Xronoloji ardıcılığı tamamlamaq lazımdır. Deməli, Azərbaycan SSR tərkibinə daxil olması bilirsiniz ki, birinci növbədə Azərbaycanda Sovet hökuməti qurulmalıdır 1920-ci ildə və sonra bir müddət sonra Azərbaycan SSR ümumiyyətlə SSR-nin tərkibinə daxil edilir və bundan sonra daxil ediləndən sonra deməli Azərbaycan SSR-nin bütün xarici ticarəti Moskvanın nəzarətinə keçirdi. Ona görə də B, 2-yə B gedə bilər. Bakı Sovetin süqut etməsi olmaz ümumiyyətlə. Niyə? Çünki Bakı Sovetin süqut etməsi Cümhuriyyət dövründədir. Bilirsiniz ki, Bakı azad olunandan sonra orada biz deyirik ki, artıq Bakı Soveti də yoxdur. Çünki Cümhuriyyətimiz yarananda mübarizə apardığı qüvvələrdən biri də Bakı Soveti idi. Osmanlılarla bir yerdə. Osmanlı ordusunun dəstəyi ilə belə deyək. Deməli, biz nə edirik burada? A-nı çıxırıq zaten. Yəni, burada 2A və yaxud 4də A ola bilməz. 4A ola bilməz, 4A ola bilməz, 2A ola bilməz. Yəni, qaldıq iki variant arasında.
Sonra nə deyir? İkinci Dünya müharibəsinin başlanması 1939-cu il. Burada sonra belə bir ifadə var. 416-cı diviziyanın ilk döyüş əməliyyatına başlaması. Yəni bundan ötürü Azərbaycan SSR və SSR müharibəyə qoşulmalıdır. Yəni ki, Almaniya SSR-yə hücum etməlidir 1941-ci ildə. Demək ki, ondan əvvəl də müharibə başlamalıdır. Və belə çıxır ki, C cavabı da 4-ə uyğun gəlir. 2 olur B, 2 olur B, 4 olur C. Y cavabı doğru cavabdır. Bu da yanlışdır. Bu Qobustanda qayaüstü rəsmlərin Tur Heyerdal arxeoloq deyil, səyyahdır tərəfindən tədqiq edilməsi də zaten müstəqillik dövründə olub, ona görə onu da çıxırıq. Davam edirik. 82 sayılı sual. Hicri təqvimin başlanğıcı hesab olunur. Əlbəttə ki, Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köç etməsi. Davam edirik. Qədim dövrdə insanların ilk dəfə oturaq həyata keçməsinin səbəblərindəndir. Yəni, insanlar necə oldu ki, oturaq həyata keçdi? Səbəb nədir? Səbəb istehsal təsərrüfatının yaranması və inkişaf etməsidir. Əlbəttə ki. Sonra cavab yəni A-dır orada. 784 sayılı sual. 1-ci Qarabağ müharibəsində düşmənə qarşı igidliklə döyüşmüş, 2-ci Qarabağ müharibəsindən sonra milli qəhrəman adına layiq görülmüş qəhrəmanımız kimdir? Natiq Qasımov. Davam edirik. 85 sayılı sual. Azərbaycanın şimal torpaqlarının tarixi ilə bağlı verilmiş uyğunluğu müəyyən edin. 9-cu əsr, 12-ci əsr və 18-ci əsrin oxşarlıqları nə ola bilər? Baxırıq burada. Əlbəttə 9-cu əsrdə dövlətlərimiz yaranıb, Şirvanşahlar və Sacilər kimi. 12-ci əsrdə Eldənizlər dövləti yaranıb. 18-ci əsrdə Əfşarlar və xanlıqlarımız yaranıb. Buradan nə nəticəyə gəlirik? Deməli, üçünü də birləşdirən oxşarlıq nədir? Bu əsrləri, deməli, yeni dövlətin əsasının qoyulması. Doğru cavab C-dir. 86 sayılı sual, xəritə sualıdır. Azərbaycan Respublikasının prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan müharibədə işğaldan azad edilmişdir. Söhbət Vətən müharibəsindən gedirsə ki, ondan gedir. Burada işğaldan azad edilib, burada nəyi görürük? Əlbəttə Şuşa. 2 Şuşa nəzərdə tutulur. 3 Gəncədir, zaten işğal edilməmişdir. Bu 1 Bakıdır, 5 Şamaxı, 4 Quba. Bunları çıxırıq. Cavab burada 2-dir. Deməli, Xəzər xaqanlığı və Sacilər dövlətinə aid ümumi cəhətləri müəyyən edin. Orta əsrlərdə yaranması, bəli, Xəzər xaqanlığı da orta əsrlərdə yaranıb. Biz onu Albaniyanın orta əsrlər dövründə görürük. Sacilər zaten 9-cu əsrdə yaranıb. Azərbaycan ərazisində Sacilər yaranıb, Xəzər xaqanlığı Dərbənddən şimalda yaranıb, kitabımızda da qeyd edilib. Səhvdir. Ərəb xilafətinin parçalanması nəticəsində yarana bilməz Xəzər xaqanlığı zaten Ərəb xilafəti ilə mübarizə aparıb. Sacilərə, amma o ifadə ancaq sacilərə aid ola bilər. Dördüncü də oxşarlıqdır. Ərəb qoşunları ilə mübarizə aparmaq. Bəli, Ərəb qoşunları ilə mübarizə aparan dövlətlərdən biri Xəzər xaqanlığıdır, biri də məsələn Sacilər dövlətidir. Ona görə də 1-4 Y cavabı doğru cavabdır. Yenə növbəti xəritə sualı. Vandalların Romanı qarət etdiyi əsrdə paytaxt şəhərə çevrilmişdir. Vandallar bilirsiniz ki, 455-ci ildə Romaya hücum etmişdi, dağıtmışdılar Romanı və bu 5-ci əsr eləyir. 5-ci əsrdə də bilirsiniz ki, Albaniyanın paytaxtı Bərdəyə çevrilmişdi. Bərdə də xəritədə 5-dir. 5 ilə göstərilir. 2 Qəbələdə çıxırıq, 4 Ərdəbil, 3 Təbriz, 1 Marağa şəhər ola bilər və yaxud İzirtu, Qazakanı da göstərmək mümkündür. 5 C cavabı doğru cavabdır. 89 sayılı sual. Sxema uyğun cavabı müəyyən edin. Ağqoyunlu dövləti 16-cı əsr. Hərbi və iqtisadi cəhətdən güclü dövlətlərdən biri idi. Xeyr, artıq zəifləmişdi. Bütün Azərbaycanı heç vaxt əhatə etməyib. Qızılbaşlara qarşı mübarizə 15-ci əsrdə başlayıb. Bir sıra 15-ci əsrin sonlarında bir sıra qonşu ölkələri tabe etməyə başlamışdı. Xeyr, artıq dediyimiz kimi zəifləmiş vəziyyətdədir və doğru cavabı tapmış oluruq. Bəli, ara müharibələri nəticəsində xeyli zəifləmiş vəziyyətdə idi. 15-ci əsrin sonunda zəifləməyə başlamışdı. 16-cı əsrin əvvəllərində zəifləmiş vəziyyətdə idi ki, və elə həmən 16-cı əsrin əvvəllərində də süqut etdi. 90 sayılı sual. Səfəvi dövləti və Əfşar dövləti üçün oxşar cəhəti, xüsusiyyətləri müəyyən edin. Paytaxtının Azərbaycanın cənub torpaqlarında yerləşməsi xeyr. Səfəvilərə aid ola bilər, amma Əfşarlar olmaz. Çünki Əfşarların paytaxtı Məşhəd Azərbaycanda yerləşmirdi. Xarici müdaxilə nəticəsində süqut uğraması xeyr. Səfəvilər dövlətini Muğan qurultayı nəticəsində süqut edib. Əfşarlar da ki, Nadir Şahın suiqəst nəticəsində öldürülməsi buna səbəb olub. Ona görə də olmaz. Burada bəli 3-dən 4 doğru cavabdır.
Geniş ərazili imperiya çevrilməsi, bəli, ikisinə də aiddir. Osmanlı ilə həmsərhəd olması. 91 sayılı sual xanlıqlar dövrünün memarlıq abidələrindən deyil. Əlbəttə ki, Gilgilçay səddi, çünki Sərdar sarayıdır, Şəkixan sarayı, Güzgülü salon, Şahbulaq qalası, bunlar hamısı xanlıqlar dövrü 18-ci əsrə aid memarlıq abidələri sayılır. 92 sayılı sual. Azərbaycan Respublikasının prezidentləri Heydər Əliyev və İlham Əliyevə aid olanları tapmalıyıq. Heydər Əliyev də deməli biz ölkənin parçalanmasının qarşısını aldı, bəli. Hakimiyyətə gələndən sonra SSR rəhbərliyi Azərbaycan Respublikası dövründən gedirsə əlbəttə ki, ola bilməz. SSR rəhbərliyin Azərbaycanlara qarşı siyasətin qarşısını alırdı. Çünki SSR artıq yoxdur. Cümlə səhvdir. C. Dünya Azərbaycanlıların hüquqlarının qorunması şərait yaratdı. Bəli, məsələn, neynədi? Dünya Azərbaycanlıların birinci qurultayını çağırmışdı 2001-ci il. Ona görə də C-ni də götürürük. 1 olur AC. 2-yə baxırıq İlham Əliyev, Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edildi, düzdür. Azərbaycan torpaqları işğaldan azad olundu, düzdür. Milli qəhrəman adının verilməsini başlanıldı, səhvdir. Nəinki İlham Əliyev, Heydər Əliyevdən də əvvəl artıq verilməyə başlanmışdı. Ona görə 2 də olur A, B. 1 olur AC, 2 olur AB, B cavabı doğru cavab. Davam edirik, 93 sayılı sual. Şirvanşahlar dövlətinə aid deyil. Şirvanşahlar dövlətinə aid deyil. Deməli, Bakının paytaxt şəhər olması olub, Səfəvlərin hücumuna məruz qalıb, Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranan iç dövlətimiz olub, Gürcü çarlığı ilə də həmsərhəd olub. Uzun müddət, əlbəttə ki, Arazdan şimaldakı bütün torpaqları əhatə edə bilməz. Bilirsiniz ki, Şirvanşahlar dövləti yalnız Kürddən şimaldakı torpaqlarımızı əhatə edirdi. Yəni, Dərbəndlə Kürd çayı arasında. 94 sayılı suala baxırıq. Eramızdan əvvəl Romaya qarşı mübarizə aparılması oxşarlıqdır. Əlbəttə ki, Atropatena və Albaniyanın. A cavabı. 95 sayılı sual. 15-ci əsr, 16-cı əsr, 17-ci əsr, 18-ci əsr hansı cavab bəndində Səfəvilərin yuxarıda qeyd olunan əsrlərdəki tarixinə aid hadisə verilməmişdir. Yəni, bu əsrlərə aid və Səfəvilərə aid olmamalıdır. Burada əlbəttə ki, gözümüzə sataşan Y cavabıdır. Niyə? Həmən görürük. Çaldıran döyüşündə Sultan Mehmet olmaz. Qoşunlarına məğlub olması. Çünki 2-ci Mehmet məsələsi, 2-ci Mehmet mübarizə aparıb 15-ci əsrin ikinci yarısında Həsən Padşahla və yaxud Uzun Həsənlə demək olar. Yəni ki, bunun Səfəvilər dövrünə aidiyyəti yoxdur. Digər ifadələr isə müvafiq olaraq o əsrlərin birində baş vermiş hadisələrdir. Məsələn, nümunə olaraq deyə bilərəm, Rusların Azərbaycan torpaqlarından çıxarılması 18-ci əsrdə baş verir. Davam edək. 96 sayılı sual. 20-ci əsrin 80-ci illər SSR dövlətinə aiddir. SSR dövlətinə, yəni Sovet Sosialist Respublikaları İttifaqı dövlətinə aiddir. Orada deməli biz nəyə götürə bilərik? Heydər Əliyevin rəhbərlikdə təmsil olunması, bəli. Bilirsiniz ki, 1982-ci ildə qədər Azərbaycan SSR rəhbəri idi. Sonra orada kitabımızda da qeyd olunur ki, SSR rəhbərliyində təmsil olunmağa başladı. Deməli, bu da 80-ci illəri eləyir. Digər ifadələr yanlışdır. Çünki o dövrdə ən güclü dövrünü yaşamırdı artıq, zəifləməyə başlamışdı. 80-ci illərdə Qarabağ münaqişəsi ədalətli şəkildə həll etməyə çalışmırdı. Anti-Azərbaycan və erməni-pərəst mövqe sərgiləyirdi Sovet hökuməti. Azərbaycan Respublikasının onun tərkibindən çıxması, o da 90-cı illərdir. Süqutu uğrayaraq tarixdən silinməsi də 90-cı illərdir. 97 sayılı sual, xronoloji ardıcılığı müəyyən edin. Azərbaycan ordusu ilk dəfə PUA-lardan aprel döyüşlərində istifadə edib. 1, yəni 2016-cı il. Şuşa işğaldan azad edilib 2020-ci il. Qarabağ Universiteti fəaliyyətə başlayıb 2024-cü il. Deməli, ardıcılıq 1, 2, 3 şəklində olmalıdır. 98 sayılı sual. Deməli, burada xəritədə ulduzla işarələnmiş əraziyə aid xüsusiyyəti müəyyən edin, xüsusiyyətləri. Ulduzla işarələnmiş ərazi Naxçıvandır. Naxçıvana aid xüsusiyyətləri tapmalıyıq. Sovet hakimiyyətinin torpaqlarımızı Ermənistana verməsi nəticəsində bugün Azərbaycanla quru sərhəddə yoxdur, bəli. Bilirsiniz ki, kitabımızda da qeyd olunub, Şərur Dərələyəz və Qərbi Zəngəzur Ermənistan SSR-yə verilməkdən Azərbaycanla Naxçıvanın əlaqəsi kəsilmişdir. Quru sərhədlər, belə deyək, yoxdur artıq. Buna görə Naxçıvan bu vəziyyətdədir. Azərbaycandan ayrı düşüb, belə deyək. Orta əsrlərdə yaranmış bir dövlətin paytaxtı olmuşdu. Bəli, Eldənizlərin paytaxtı olmuşdu. 20-ci əsrin 90-cı illərində Heydər Əliyevin rəhbərliyi ilə idarə olunmuşdu. Bəli, bilirsiniz ki, Heydər Əliyev 93-cü ildə prezident olana qədər, orada da kitabımızda da qeyd olunur,
hansı vəzifədə idi? Naxçıvanda, Naxçıvanın Ali Məclisi rəhbəri idi. Ali Məclisin rəhbəri idi. Ona görə də onu da götürməliyik. 4 və 5 aiddir. Ərazisinin böyük hissəsi 1-ci Qarabağ müharibəsində işğal olmuşdu. Xeyr. Və ilk müstəqil xanlığımız da Şəkidə yaranıb, bilirsiniz. Ona görə o da olmaz. Deməli, nə olur doğru cavab? 1, 2, 3. 99 saylı sual. 20-ci yüzillik Cənubi Azərbaycan tarixinə aiddir. Pişəvərinin başçılığı ilə milli hökumətin yaranması düzdür. Tərkibindəki xanlıqların Rusiya tərəfindən, Rusiya şimaldakı xanlıqlarımızı ləğv edib, özü də 19-cu əsrdə səhvdir. Xiyabani tərəfindən milli hökumətin qurulması biri də budur. Mərkəz şəhərinin Tehran olması, Tehran İran şəhəridir və Qacarların paytaxtıdır. Bilirsiniz ki, Cənubi Azərbaycanın mərkəzi şəhəri Təbrizdir, bu da olmaz. Deməli, doğru cavab 1 və 3-dür. Uyğunluğu müəyyən edin, 100-cü sualını yekunlaşdırırıq. Deməli, Heydər Əliyev, İlham Əliyev və Mehriban Əliyeva. 1, 2, 3. Deməli, Azərbaycan birinci vitse-prezidenti olması Mehriban Əliyeva aiddir. Sonra 20-ci əsrin sonuncu 10 illiyində Azərbaycana rəhbərlik etməsi, əlbəttə ki, bu Heydər Əliyevdir. Qarabağ Dirçəliş Fondunun yaradılması İlham Əliyevə aiddir. Və nəhayət Heydər Əliyev Fondunun rəhbər olması da yenə Mehriban xanım Əliyevaya aiddir. Beləliklə 1B, 2C, 3A, D olur. Beləliklə, əziz şagirdlər, bu video izahımızın da sonuna çatdıq. İnşallah hər birinizə qəbulda uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.